1951-ci ildə Ağdamda məhsulatı ilə fəaliyyətə başlayan Qarabağ Futbol Klubu Azərbaycanın futbol simvoluna çevrilib. 12 dəfə ölkə çempionu, 8 dəfə Azərbaycan kuboku sahibi olan klub, UEFA arenasında qazandığı uğurlarla ölkəmizin adını beynəlxalq səviyyədə tanıdıb. 2025-ci ildə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan Qarabağ Futbol Klubu ardıcıl 2 qələbə qazanıb. İlk olaraq 16 sentyabr tarixində Portuqaliyanın Benfica klubunu 3-2 hesabı ilə məğlub edib. Ardınca 1 oktyabrda Danimarkanın Kopenhagen klubunu 2-0 hesabı ilə məğlub edərək qrup mərhələsindəki mövqeyini gücləndirib. Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi və baş məşqçi Qurban Qurbanovun rəhbərliyi sayəsində Qarabağ Futbol Klubu həm idmanda, həm də milli qürur mənbəyi kimi nailiyyətlər qazanır. Qarabağın uğurları gənc futbolçular üçün ilhamdır və gələcək oyunlarda bütün Azərbaycan komandalarına uğurlar arzulayırıq. Qarabağın zəfəri və digər Azərbaycan komandalarının nailiyyətləri yalnız bir klubun deyil, bütün ölkənin qələbəsidir. Bu yol uğurlar və yeni zəfərlərlə davam etsin.